sabahlar, xoş gəlmisiniz. Hər birinizə təşəkkür edirəm. Yəni, vaxtınızı sərf edib bizim bu tədbirimizə qatılımdığınız üçün. Bizim tədbir, yəni, Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin xətti və Əsgər Ailesi Cəmiyyəti Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşəbbüsü ilə keçirilir. Mən öncə təşkilatımız haqqında, yəni rəhbəri olduğum təşkilatımız haqqında sizlərə məlumat vermək istəyirəm. Öncə özünü təqdim edin, mən Roza Əliqızı, hərbi jurnalist, Qarabağ müharibə veteranı. 92-ci ildə, yəni mən tez-tez əskərlərin yanında olardım, səngərlərdə olardım. O vaxtı post-rabitə sistemi, yəni belə aktiv olmadığına görə əskərlərimizdən məktublar toplayardım, gətirərdim, verərdim valideynlərinə də gətirib əskərlərə verərdim. Düşündüyüm şeylə mən bir iş görürəm, belə bir iş. Bunu bir təşkilata çevirim. Bu, yəni səngərdə yaradıldı bizim Əsgər Ailesi Cəmiyyəti 92-ci ildə. Sonra dövlət qeydiyyatından keçirdik və o vaxtdan bugünə qədər yəni bizim Əsgər Ailesi Cəmiyyəti Azərbaycan ordusunda xidmət edən əskərlərimizə, onların ailələrinə, qazilərimizə, şəhid ailələrinə xidmət etməkdədir. Yəni, çox işlər görmüşük bu 30 ildə, həmin xarici ölkələrdə, Türkiyədə, Avropada Qarabağ hissəklərini təbliğ etməklə, o vaxt bilirsiniz ki, ermənilər çox fəal edilər, öz elədikləri, yəni vəhşilikləri, soyqırımı bizim adımıza çıxardılar. Biz də isə onlara cavab olaraq, yəni öz təbliğatımızı aparmağa başladıq. Universitetlərdə, məktəblərdə görüşlər keçirdik, Xocalı soyqırımına, yəni gənclərimizi anlatdıq. Düz bu vaxta qədər, yəni biz ancaq bu işlərlə məşğul olmuşuq. Mən burada, yəni bu Zaqatalada artıq ikinci dəfədir ki, belə bir tədbir keçirirəm. Bugünkü tədbirimiz isə yəni, tam fərqlidir. Görüldüyü kimi, yəni bizim burada Rolatın üzərində yazılıb Sədaqətinin sükutu. Bugünləri biz Zaqatalalı, yəni Zaqatala şəhidi Turan Məhərrəmovun işığına, onun adına bura toplaşmışıq. Turan Məhərrəmovu, yəni sizlər daha yaxşı tanıyırsınız və mən istəyirəm ki, onu bütün, yəni sizlər Zaqataladan başqa, yəni düzdür, Azərbaycanın hər yerində tanıyırlar. Mən daha da Allah haqqında, yəni geniş məlumat verim, ictimaiyyətə çatdırım. Təkcə, yəni burada Turan Məhərrəmov deyil, şəhidimiz deyil, eyni zamanda şəhidin xanımı Sayıq Məhərrəmov haqqındadır. Ümumiyyətlə, yəni mənim bu iki gördüyüm iş, bu iki proqramı şəhid xanımları, o şəhid xanımları ki, yəni həqiqətən şəhidinə sahib çıxan, milli mənəvi dəyərlərimizi özündə əks etdirən sədaqətli Azərbaycan xanımları haqqındadır. Belə xanımlardan biri də, yəni Sayıq Məhərrəmovadır ki, bu həqiqətən çox tək-tək belə bir xanımlar var ki, ömür kitabını bağlasın, gedib, yəni şəhidin atası, qaynatasının evində yaşasın. Neçə ki, ömrüm var, mən şəhidi beləcə tanıtdıracam, gözəl əməlləri ilə onu yaşadacam deyən belə xanımlarımız çox azdır. İndi mən çox danışa bilərəm, şəhid Turan Məhərrəmov haqqında, Sahib xanımda istərdim ki, bir film burada izləyək, bu film daha çox şeylər deyəcək, sonra çıxışlara başlayaq. Hamımızın qohumları içində olmaq. Nə deyək, indi zəng edib, məsələn, döyüş qabağı olsun, zəng edib, danışa bilməyib. Narahat qalmasınlar deyə, narahat qalmayın deyə. Sözlərimiz ancaq belə çatdırıb, çıxıda çatacaq, inşallah çatılır. Sağ olun, Allah razı olsun sizdən. Siz yaxşı olmasaydınız, siz gözəl, yaxşı bir qanatlı olmasaydınız, biz bu cür böyüyüb, bu cür yerləşdim, bu cür bir xidmət edə bilməzdik. Çox sağ olun, hər şey görə, haqqınızı var edin, ola bilər, gedərik qayıtmanı, qayıtsa inşallah, yəni bir yerdə gözəlindən keçirlər. Nə də olsa
biliyorum, özünüzü pis edirsiniz. Normal bir şeyde ağlayarsınız. Belki de hayatını yükseltsiniz. Ama dünyacı olsa da biri dövüşməli, bir şəhid olmalı, mütləq. Olmasa, məsələn, 10 nəfər şəhid olmasa, və 200 nəfər üstünün sazıda görəcəklər. Ona görə 10 nəfər şəhid olsa, 10 nəfərlik çoxların içində də biz var. Mən də olmaq ki, pis eləmiyorsunuz. Yaxşı olacaq inşallah yaşayın. Qismətlər alır. Sağ aylardır, inşallah yerimize işimize, hatta skolda bakarak videolara aminler diğer görüşler, ikisi de öyle ya, İstanbul oluyor.
etdiyiniz bir şey olur belki. Son insan unutmayın. Şəhidlərimizi unutmayın, qazilərimizi unutmayın, döyüşüb əziyyət çəkənləri unutmayın. Qədrini bilin. Allah rəhmət eləsin, Allah ailəsinə səbir versin, həqiqətən görə çox təsir edici, ürək dağlarıcı bir süjetlidir. Zaten müharibə ilə acılardan ibarətdir. Bəzən sual verəndə ki, müharibə nədir? Çoxları yəni müharibəni sadəcə beləcə bir filmlərə baxdıq, getdik, belə bir qədərə təsəvvür edirlər. Amma mən hər dəfə çıxışlarımda deyirəm ki, müharibə onu hər kəs anlaya bilməz. Onu yaşayanlar bilər, müharibədə olanlar bilər, əlləri dost qanmaqla yaşayanlar bilər, yaxınlarını doğmalarından torpağa gömənlər bilər, evinə şəhid gələnlər bilər. Yarı şəhid olanlar, göz yoluna qalanlar bilər. Çox təşəkkür bir şeydir yəni. Mən də o müharibənin gənc yaşlarımda, 22 yaşlarımda yəni bu ağır acıları yaşamışam, ən uzun döyüşlərdə olmuşam və ilk Respublikamızda şəhidlər xiyabanı salınırdı. Onu heç vaxt mən unuda bilmirəm. Xidmət etdiyim hərbi hissədən bir xanım var idi. Onunla bərabər həmişə işdən sonra gələrdik şəhidlər xiyabana, baxardıq, boş qəbirlər qazılır. Ertəsi gün gəlib görərdik ki, bir neçə də boş qəbirlər, bunlar qəbirlərin biri artıq sahili bura ulaşır. Yəni burada mənim yaddaşımda qalan ilk şəhidimiz idi ki, şəhidlər xiyabanına gətirdilər. Münzivanlar Firdevsi Məmmədov. Ertəsi gün gəlirdik, yenə görürdük ki, bu boş qəbirlər, yəni qazılır və bu boş qəbirlər dolmağa başlayır. Biz inanın ki, yəni Allah şahidliyi, səmimi deyirəm, tam səmimi olaraq. İçimizdə qısqanırdıq ki, bura gələcək, yəni bura dolacaq, bizə yer qalmayacaq. Yəni görün, biz o zaman hansı hisslərlə yaşayırıq. Çox yəni bizim Azərbaycanımızın qeyrətli oğulları olub, qeyrətli xanımları olub. Yəni, kişilərlə yanaşı xanımlarımız da döyüş meydanına atılıblar, qəhrəmanlıq göstəriblər. Elə bugün də xanımlarımız, mən məhz bu günləri xanımlarımızın üzərinə gətirmək istəyirəm. Azərbaycan qadını haqqında, Azərbaycan xanımı haqqında. Sahib kimi Azərbaycan xanımımızı mən cəmiyyətə təqdim eləmək istəyirəm. Yəni, qaynatası burada əyləşib, qaynanası burada əyləşib. Mən 2 gün onlarda qalıram. Sahib xanımın, yəni, bütün canıyla, necə öz nişanlısına, sahibət qalmasına, dərd çəkməsini, hətta yəni anasından, yəni qaynanasından eşidirəm, hər gün onun şəhidlik məzarına getməsi, hətta o 2 gün bundan öncə Mingəçevir Dövlət Universitetində otur, oradan zəng eləməsi, yağış yağırdı, ayana getdinmi, Turanın məzarına, onu sildimi, yağış tökülüb ora. Yəni, benim belə sözlər həqiqətən adamın belə bir tərəfdən düzdür, ürəyini tərəfədir. Bir tərəfdən də fikirləşirsən ki, həqiqətən belə xanımlarımız var. Çünki şəhid xanımları haqqında, şəhid ailələri haqqında son zamanlar xoşa gəlməz sözlər danışılır. Bu yalan da ola bilir, doğru da ola bilir. Amma belə xanımlarımız da var, belə qürur verici, fəxr ediləsi xanımlarımız var ki, biz də onları çalışırıq, cəmiyyətə tanıtdıraq, gənclərimiz örnək götürsünlər. Sahib xanım, mən onların uşaqlıq şəkillərinə baxmışam, şəhidimiz Turanla. Laf məktəbdə oxuyarkən, yəni onlar bir-birlərinə necə aşıq oldular, bir-birlərini necə sevdilər. Yəni buna gerçəkdən aşıqlik deyil. Bir aşıq olan insan bu qədər, yəni artıq 4 ildir ki, bir anını belə onsuz keçirmir. Ev muzeyi var, yəni onun şəhidin ev muzeyində bir balaca divan var, Sahib xanım orada yatır. Hər gün məsələn gəldi sabah-sabah o şəkilləri ürpəkdir. Gerçəkdən bunu ancaq bir Azərbaycan xanımı belə edə bilər. Mən bugün sözü Turanımızın, yəni şəhidimizin anasına, atasına vermək istəyirəm. Onlar oğulları barədə, gəlinləri barədə danışsın, ürək sözlərini burada yığışan, yəni qonaqlarımız da xanımın adından, yəni birindən o sevginin, gəlinin oğluna olan sevgisindən, şəhidə olan sevgisindən danışsın. Şiir mi? Kırmızımız.
hakkında elə bir ki, gənclərə, bizim gənclərə aşılayırsınız ki, belə sevgi var. Həqiqətən, tək sayıb görüb, bizim bu bəstə qızımız var, bizim Hicari qızımız var, Arzu qızımız var, Əfsanə qızımız var, o qazi yarısı var. Bunlar hamısı bu sayıb çəkəni çəkirlər, mən bilirəm, hamısı. Sağ olsun. Mən gəlinim barəsində mən həmişə deyirəm ki, mən çox razıyım öz gəlinimlə. Həm qızımdır, həm gəlinimim. Mən bu cavanlar üçün deyirəm, cavanlar bəlkə işlənlər bilir. Çünki hər gün o Turanı axtarır, hər saniyəsində axtarır. Mən özüm belə mənə maraqlı qalır ki, belə sevgi həqiqətən təsadüfi olur. Vallahi təsadüf. Həm də sevinirəm ki, Turanım yoxdursa, mən sahib balam var. Onu bil ki, əvəz eləməsə də əvəz edicisi var. Sağ olsun, mən belə xanımlardan, belə balalardan, mənim sahib gəlinim kimi qızlardan, gəlinlərdən, hamısından razıyam. Allah ne diyeyim, can sağlığı versin hər birinizdə gəlib burada iştirak edədiyiniz üçün. Çox sağ olun. Axşamınız xeyir olsun deyirəm mən də öz növbəmdə. Hər kəsi salamlayıram. Burada tədbirdə gələn, iştirak edən bütün gəncləri, bütün qonaqların hər birinə çox sağ olun deyirəm ki, biz gənclər bu gənc gəlinlərimizi, oğullarımızı, şəhid yarlarının hər birini tanımağınız üçün gəlsiz. Bunlar çox əziyyət çəkirlər, mən bilirəm. Biz ana-ata çəkən qədər də o yarlar çəkir. Hər birinizin dəstəyi olmağı üçün də sizə təşəkkür edirəm, cavan tələbə balalarımız. Allah sizlərə də can sağlığı versin. Bu tədbiri təşkil edən Roza xanımın başda olmaqla, onun bütün təşkilatda olan işçilərinə öz minnətdarlığımı bildirirəm ki, mən bugün Turanımla sayfımı tanıtmaq üçün, bu gənc yarları tanıtmaq üçün bu tədbiri təşkil edib. Allah razı olsun hər birindən. Hər bir şəhid balaları tanıdan, tanıtdıran, cavanlara örnək eləyən hər kəsdən Allah razı olsun deyirəm. Biz analar, atalar nə istəyə bilərək? Evlatlarımızın tanınmağını, onların çəkdiyi əziyyətin nəyində istəyirik ki, balalarımızın adları əbədiləşsin, adları yerlərini tutsun, şəhidlərə dəyər verilsin, unudulmasınlar. Balamın dediyi kimi unutmasınlar, qaziləri, döyüşüb əziyyət çəkənləri unutmasınlar ki, onlar unudulanda ölürlər. Allah cəmi şəhid balaların ruhunu şad eləsin, gəlinlərimizə səbir, dözüm versin, güc versin ki, evlatları olan bütün gəlinlərimizdə Allah onlara dözüm, səbir versin, o evlatları layiqincə gözəl İsmailimize, Abakərimizə, Abdurrahmanımıza, Yunisimize layiq evlatlar böyütsünlər. Turanımı da mən sahib balam özü necə lazımsa yaşadır. Biz razıyıq, Allah da razı olsun ondan. Hər bir incəliyinə kimi bilirəm yaşadır. Necə mən gəlinim yaşadır, bilirəm ki o gəlinlər də elə yaşadır. Sağ olsunlar hər biri. Biz razıyıq gəlinlərimizdən. Görürük hər birini hər yerdə. Allah onlara can sağlığı versin. Bu bizim yanımızda olan Anar müəllim başda olmaqla Turanımıza, Famil müəllimə, Fərid balaya, hər birinə Allah can sağlığı versin. Minnətdarım ki, hər zaman yanımızda olurlar. Sağ olun, hər şeyə görə. Çox sağ olun. Sağ ol.
şəhidlər ölmürlər deyirlər. Amma yaxşı bir söz işlətdiniz ki, şəhidlər unudulanlar ölürlər. Bizim də şəhidlərimiz heç zaman unudulmur. Hər rayonda, hər yerdə, yəni şəhidlərimizlə işləyən, şəhid ailələri ilə işləyən, qazilərimizlə, müharibə veteranlarımızla işləyən şöbələr var. Yəni, Zaqatala rayonunda da belə bir şöbə var. Anar müəllim də o şöbəni müdürüdür. Mən də Zaqatalaya gəlməmişdən 2 il bundan öncə Anar müəllim haqqında eşitmişdim. Yəni, şəhid ailələri danışmışlar. Şəhid ailələrinin necə səmimi qarşıladığı, onlara necə, yəni, mənəvi olaraq kömək etməsi, dəstək olması haqqında, yəni, həqiqətən mən özüm gəldim, bildim, yurdum doğrudan ki, bu rayonda şəhid ailələrine qarşı belə, yəni, qayğılar, mehribansılıq var. Anar müəllim, siz də, yəni, bugünkü tərcümümüzə gəldiyiniz sizə təşəkkür edirəm və ürək sözlərinizi dinləmək istəyərəm. Müəllimə bir kəlmə söz demək olar mı? Ona mən bağışlayırlar. Olar mı? Özümün canım, ciyərim kəndimdən olan Mayıs qardaşdan, Kamilət xanım nəzərindən şeylədim. Yəni, onlar heç vaxt mən həmişə yanımda oldular. Yox, bunu da bilmərəm, çünki hər zaman onun, Gülnar ana mənim hər zaman yanımda olurdu. Ədalət bacı Gülnar anamız da əsas məsələdir. Hər zaman da yanımda olublar. Yəni, canım, ciyərimdir. Onlar Hüseynlə mən Sadiqini unuda bilmərəm axı. Onların da ruhu şad olsun. Onların da gözəl yoldaşları var. Allah ailələrinə onların da səbir versin. Sadiqimizin də Allah qoysa 26-sı ilə olacaqdır. Ruhu şad olsun. Allah Ədalət anamıza, Kamilətə gəlib, Kamilətəmıza səbir versin. Allah cəmi şəhid bağlar, ruhu şad olsun. Amin. Sağ olun. Ailələri, hörmətli tədbir iştirakçıları, rayonumuzun qonaqları, İctimai Birliyin əməkdaşları, hər birinizin Rəhbər İcra Hakimiyyətinin başçısı, çox hörmətli Mübariz müəllim adından salamlayıram və tədbirin gedişatından uğurlar arzulayıram. Ana, bilirsiniz, o çıxış edən zaman ola bilər. Yəni ki, o elə şeydən heç vaxt narahat olmayın. Heç kim də mən əminəm ki, buna incinməz. Nəyə görə? Çünki çıxış edəndə insan ola bilər. Siz fikirləşə bilərsiniz, hansı ardıcıllıqla çıxış edəcəm. Burada həyəcanlı deyim, hər hansı bir şəhid ailələrin qarşısında duruş, onların haqqında danışıq sizə kimisə burada müvəqqəti olaraq unutdura bilər. Təbii ki, biz hamımız bilirik ki, sizin hamıya hörmətiniz necədir, heç kimi də heç vaxt unutmayacaqsınız. Heç birimiz də heç kimi heç vaxt unutmayacaq. Bu bizim daimi borcumuzdur. Bugünkü tədbirimizin mövzusu, İctimai Birliyimizin rayonunda keçiriləcək tədbirimizin mövzusu şəhid sevgilisi, şəhid nişanlısı, şəhid həyat yoldaşları haqqındadır. Bizim rayonumuzda 1992-ci ildən bu günə qədər 236 nəfər şəhidimiz oldu. Onlardan 2 nəfəri milli qəhrəman Natiq Məmmədov, Faiq Əmirov oldu, hansı ki subaydı. 3 nəfərimiz Vətən Müharibəsi qəhrəmanı İsmail Səmədov, Şıxamir Qaflanov və Valih Bədalov, hansı ki İsmail Səmədovun ilə həyat yoldaşı Bəsti xanım bugün bu tədbirdə çıxış edir. Və digərlər 13 nəfər şəhidlərimiz isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq müxtəlif ordenlərlə tərtib olundular və onlardan da içərisində evli olan şəhidlərimiz var ki, onların da həyat yoldaşları bugünkü gün bu tədbirdə iştirak edir. Zaqatala rayonu icra hakimiyyəti olaraq mən ümumi qonaqlarımıza və burada məlumatı olmayan, burada bizim gənclərimiz var, təhsil alan gənclərimiz var, rayondan olan gənclərimiz var, tələbələrimiz var, digər bölgələrdən, Azərbaycanın digər bölgələrindən bizdə təhsil almaq üçün gələn gənclərimiz var. Burada digər rayonun İctimai Birliyinin nümayəndələri də bizim qonağımızdır. Burada onlar üçün məlumat üçün çatdırmaq istəyərdim ki, Zaqatala rayonunda şəhid ailələrinin adlarının əbədləşdirilməsi istiqamətində bir çox işlər görülmüşdür. Bayram və xüsusi günlərdə hər daim onların yanlarında olmaqla
yanaşı mən deyərdim ki, rayon icra hakimiyyətinin başçısı Hörmətli Mübarizə müəllim özü şəxsən başda olmaqla şəhid ailələrlə fərdi qaydada görüşlər keçirməklə bütün idarə müəssisələr, aparatın bütün əməkdaşları tərəfindən şəhid ailələrinin istər xüsusi günlərində, istər bayram günlərində, hətta onların ailəsində olan, belə deyərdim, şər baş vermiş hadisədə, xeyirlə baş verən bir hadisələrdə, istər toyu düyün olsun, istər yaşı olsun, bütün tədbirlərdə Mübariz müəllim başda olmaqla və əməkdaşları ilə birlikdə həmən tədbirlərdə iştirak etmişdir. Şəhid adının əvvəlləşdirilməsi istiqamətində Zaqatala rayonunun bir məntəqəsində Zəfər kompleksi, rayonun hər iki tərəfdən girişi olan Şimşək adlanan ərazidə rayonumuzun 2020-ci il və ondan sonraki dövrdə şəhid olmuşların xatirəsinə şəkillər, lövhələr ucaldılmışdır və bizim şəhidlərimizin xatirə kompleksi rayonun mərkəzində yenidən restorasiya olunaraq şəhid ailələrinin icra başçısı tərəfindən şəxsən 2023-cü ildə, 2024-cü ilə keçiddə təqdim olunmuşdur. Və biz hər daim şəhid ailələri ilə fərdi qaydada söhbətlər aparılır, ortaya çıxan məsələlərin həlli istiqamətində zəruri tədbirlər görürük və Cənab Prezidentimizin, Cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq biz bunu bir vəzifə borcu və vicdani borcumuz olduğunu dərk edirik və bu şəkildə, bu qaydada davam edəcəkdir. Tədbirimiz ətrafında danışmağa gələndə isə bugün burada şəhidlərimizin və müharibə iştirakçılarımızın, müharibə əlillərimizin həyat yoldaşları var. Burada mən dediyim kimi Səmədov İsmailin həyat yoldaşı var. Vətən müharibəsi qəhrəmanı, kənardan gələn qonaqlarımızdan tanımayan kimsə də varsa, mən arzulıqla deyəcəm, görüb tanıya bilər özünü. Onun yanında İsrafilov Abdurrahmanın həyat yoldaşı var, Jalə xanım, hansı ki şəhidimizin həyat yoldaşı olub. Onun yanında bizim polkovnik leytenantımızın hamımızın tanıdığı Hacıyev Babakarın həyat yoldaşı var, Arzu xanım, hansı ki Hacıyev Babakarın övladı elə bir nümunəvi bir övlad kimi özünü, nəinki, yəni ki insan var özünü Azərbaycanda tanıdı, bizim Babakarın oğlu özünü Azərbaycanı bütün dünyaya tanıtdı, yarışlarda keçirilən birinci yer tutma münasibəti ilə. Onun yanında Abbasov Yunisin həyat yoldaşı var, Əfsanə xanım və bizim müharibə iştirakçılarımızdan, müharibə əlillərimizdən Xəyalə xanım, Urfanın yoldaşı var və Xəzanə xanım, Məmmədov Əlibəyimiz var, bizim müharibə əlili çox ağır döyüşlər keçib. Bugünkü gündə mən deyərdim ki, Əlibəyin sağlamlığı hələ də tam yerinə gəlməsə də, yenə də biz onun yanındayıq, onunla birlikdəyik, yenə də bizdən pozitiv, bəlkə də davranmağa çalışır, mən deyərdim ki, amma öz mədəniyyətini, tərbiyəsini, hər zaman vətənə olan sədaqətini qoruyub saxlayan bir müharibə əlillərimizdən biridir. Hərbiçi, üzr istəyirəm, İsrail xanım mövzu onun ətrafındadır, onu artıq hamınız bildiniz. Kimdir deyə Roza xanım məlumat verdi İsrail xanım haqqında. Digər bizim şəhidlərimizin yoldaşları öz övladları ilə birlikdə və yaxud da həyat yoldaşının yanında müəyyən bir çoxsu qısa müddət, çoxsu uzun müddət, çoxsu deyək ki, bir az müddət həyat yaşasalar da Sahib xanım, mən deyərdim ki, heç qısa da olsa həyat yaşaya bilməmiş və öz sevgisini öz ürəyində hər daim Turanla birlikdə saxlamışdır. Hərbiçi həyat yoldaşı olmaq, mən belə deyərdim ki, burada xanımlarımız var, gənclərimiz var. Ümumilikdə hərbiçi həyat yoldaşı olmaq elə hərbiçinin özü olmaq deməkdir. Hərbiçi həyat yoldaşı olmaq sənin həyat yoldaşına qarşı ürəyində yalnız sevginin yox, onun qürurunu, onun qəhrəmanlığını, onun adını, sanını daşımaq deməkdir. Hərbiçi həyat yoldaşı olmaq, hərbiçinin yaşadığı hər anı, hər dəqiqəni evdə otursa da belə öz ürəyində yaşaması deməkdir. Hərbiçi həyat yoldaşı olmaq, hərbiçi ailəsi olmaq, qəhrəmanlıqdan danışmaq yox, qəhrəmanlığı yaşamaq deməkdir. Hərbiçi yoldaşı olmaq, qeyri-rəsmi olsa da deyəcəm, hərbiçi ailəsində ümumiyyətlə hərbiçini işə gedərkən mən deyərdim ki, bir cərgədə düzülüb öz həyat yoldaşını yola salmaq
və qayıdanda onu qarşılamaqdan ibarətdir. Çünki heç bir hərbiçi evdən çıxarkən mən axşam qayıdacam sözünü deyərək getmir. Çünki onun qayıtmağı bəlkə də sual altındadır. Ona görə də bəlkə də bu adət ənənədir. Mən deyərdim ki, bütün hərbiçi ailələrində var ki, öz həyat yoldaşını yola salarkən mütləq qayıtda uşağa qədər hər biri görüşür və yola salır. Axşam əgər gələrsə onu qarşılayırlar. Mən xanımlarımızla yəqin bunu təsdiqləyərlər. Hərbiçi həyat yoldaşı olmaq, hərbiçi ailəsi olmaq, mən deyərdim ki, Azərbaycan Respublikasında qürur mənbəyidir, qəhrəmanlıq mənbəyidir, mənlikdir, dürüstlükdür. Yəni ki, baş yüksəkliyi olan hər bir nə varsa, hərbiçi ailəsində, hərbiçi yoldaşında, hətta bugünkü gün Azərbaycanda müharibə iştirakçısı yoldaşının hər birində həmən xüsusiyyətlər, hər birinin ailəsində həmən elementlər cəmləşmişdir və vardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah bütün əlillərimizə can sağlığı versin, onlardan bizə qalan, yadigar qalan övladlarımız hər daim bizlərin başımızı uca etsinlər, öz valid ataları necə ki, bütün dünyaya Azərbaycanı tanıtdı və özləri də öz fəaliyyətləri ilə, öz hərəkətləri ilə Azərbaycanımızı, rayonumuzu, digər bölgələrimizi hər yerdə tanıtmağa, baş ucalığı etməyə davam etdirsinlər. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, Əməli. Tədbirimizdə qonaqlarımız var. Mən istərdim bir onların sözləri dinləyək. Bugün tədbirimizdə Yeni Azərbaycan Partiyasının Baləkən Şöbəsinin müdürü Fərid Ramazanov buradadır. Hörmətli tədbir iştirakçıları, əziz və dəyərli şəhid olanları, şəhid ataları, şəhidlərimizin yoldaşları, hər birinizi salamlayıram. Təbii ki, belə tədbirlər həm qürurludur, həm sevinclidir, həm şərəflidir, həm də kədərlidir. Kədərlidir ona görə ki, çünki biz burada şəhidlərimiz haqqında bir nə qədər xatirələr yada salır, ona görə də onlara hər bir dəqiqəsində kədərlənmə olur. Ancaq qürurluyum ona görə ki, bizim belə qəhrəmanlarımız var, bizim belə şəhidlərimiz var. Çünki biz bu qəhrəmanlar, bu şəhidlərimizin sayəsində Cənab Prezident İlham Əliyevin ətrafında, Dəmiryolun ətrafında bu şəhidlərimiz birləşərək, bu gənclərimiz, bu qardaşlarımız birləşərək bizim ərazi bütövlüyümüzü, soyunluğumuzu bərpa etmişdir. Belə bir tədbirlərin keçirilməsi əlbəttə ki, bu bizim üçün vacibdir, bu dəyişməzdir. Mən Roza xanıma və ümumiyyətlə Roza xanım kimi bu ictimai birliyə dəstək olan, ümumiyyətlə bu kimi tədbirlərdə iştirak hər bir kəsə təşəkkürümü bildirirəm ki, belə bu formada tədbirlər müxtəlif rayonlarda baş verir, müxtəlif rayonlarda keçirilir. Mən nə demək istəyirəm? Demək istədiyim bundan ibarətdir ki, burada bizim şəhid analarımız, atalarımız və yaxud da şəhid yoldaşlarımız hər zaman çıxışlarında bu cümlələri qeyd edirlər ki, bura gəldiyimiz üçün sizə təşəkkürümüzü bildiririk və bu formada bizə təbriklər, yəni təşəkkürlərini bildirirlər. Ancaq demək istədiyim ondan ibarətdir ki, biz təşəkkür ehtiyac yoxdur, çünki bu bizim birbaşa borcumuzdur, mənəvi borcumuzdur. Biz bu formada tədbirləri əlbəttə ki, gələcəyə doğru daşınalıq, ondan ötürü ki, burada bizim gənclərimiz var. Bu gənclər də belə bir tədbirləri, yəni şəhidlərimizi, qazilərimizi, vətən müharibəsi iştirakçılarını unutulmalıdır və gələcəkdə bu kimi tədbirlər hər zaman keçirilməlidir. Ona görə də bizim gənclərimizin və gələcəkdə davam etdirmək üçün bu formada tədbirlər davam etdirməlidir. Və burada Anar müəllim hər bir kəs haqqında qeyd elədi. Elə mən də sonda bir cümlə ilə bunu yekunlaşdırmaq istəyirəm çıxışımı. Elə Anar müəllimin özü də ehtiyatlı olan polkovnik leytenantdır və birbaşa, yəni ki, belə deyək, biz hər zaman elə deyirik, dövlətin yetirməsidir, yəni hərbini bitirib və o da özü döyüşlərdə iştirak edib və Turan müəllim də həmçinin qeyd etmək istəyərdim. Hər ikisi bizim 44 günlük müharibədə, yəni fəaliyyətində iştirak ediblər. Bir daha Roza xanım siz başda olmaqla bu tədbirdə təşkil edən hər bir kəsə təşəkkürümü bildirirəm və belə bir tədbirlərin olmasını, gələcəkdə də olmasını hər zaman arzu edirik. Çünki şəhidlərimiz, qazilərimiz, vətən müharibəsi iştirakçılar heç bir zaman unutulmamalıdır. Təşəkkür edirəm diqqətiniz üçün. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Burada yəni bayaq elan edildik ki, tədbirimizdə təkcə Sahib xanım deyil, Sahib xanımdan da əlavə, yəni
rayonunda həyat yoldaşlarını itirən şəhid xanımlar var, qazi xanımlar var, burada yerləşiblər və mən sizin hər birinizə gəldiyiniz üçün təşəkkür edirəm və sizlərin qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, sizlərə səbir versin. Bu gün indi əsas bizim qəhrəmanımız Sahib xanımdır. Biz indi Sahib xanımı eşidək, onun ürək sözlərini və qonaqlarımız dinləsin. Mən də ilk öncə hər kəsi salamlayıram, tədbirdə iştirak edən hər bir kəsi. İlk öncə təşəkkürümü bildirirəm Roza xanım, təşkil edildiyiniz tədbir üçün və hər zaman bizim yanımızda olan Heydər Əliyev Mərkəzinin direktoru Famil müəllimə, onun kollektivinə öz təşəkkürümü bildirirəm ki, hər zaman bizim yanımızda olurlar və Heydər Əliyev Mərkəzinin qapılarını hər zaman üzümüzə açıq edirlər. Mən öz minnətdarlığımı bildirirəm. İlk öncə Turanım haqqında, yoldaşım haqqında məlumat vermək istəyirəm. Bilənlər də var, təbii ki, bilməyənlər də var. Onlara məlumat vermək istəyirəm. Turan Məhərrəmov 2001-ci ildə mayın 27-sində Zaqatala rayon Qıbrıq kəndində anadan olmuşdur. Uşaq vaxtlarında bir neçə idman ilə məşğul olmuşdur, idman növləri ilə məşğul olmuşdur, idmana çox maraqlı idi. Hərbi İdman Akademiyasına qəbul olmuşdu, ancaq dedi ki, əskərə gedəcək. Hərbiyə daha çox meyilli idi və qəbul olduğu həmin sənədlərini cıraraq dedi ki, mən gedəcəm hərbiyə. 7 bir il altı əskərliyin etdi. Əskərlik müddəti 44 günlük Vətən müharibəsinə düşdü. Şuşaya qədər gedən oğullardan biri oldu və həmin 1 il 6 ayda Turan Məhərrəmov xüsusi təyinatlı qüvvələrin 12 yaşlı hərbi hissəsində xidmət edirdi. Və orada bütün çətinlikləri görərək, kurslardan keçərək dedi ki, artıq bir hərbiçi kimi fəaliyyət göstərməyə başlayacaq. Yəni, düzdür, ana əməlində qeyd elədi, hərbiçi ailəsi olmaq həqiqətən də çətin bir şey deyil. Şərəfli və çətindən də çətindir, yəni çox çətindir, izahı olmayacaq qədər çətindir. Çünki hər anın qorxudur, hər anın həyəcandır. Adi bir telefon zənginə bir an belə cavab verməsə, yəni fikrindən o qədər şeylər keçir ki, görəsən haradadır və neyinir, necədir vəziyyət. Yəni, həqiqətən hərbiçi ailəsi olmaq çox ağırdır. Kurslardan keçdi və hərbiçi kimi fəaliyyət göstərməyə başladı. Bu dönəmlərdə bizim nişanımız oldu. Biz nişanlandıq və artıq ailə həyatına doğru addımlayırdıq. Şükürlər olsun ki, 2022-ci ildə iyunun 30-unda bizim rəsmi nikahımız oldu və oktyabrın 22-ci ilə oktyabrın 8-də 9-unda isə bizim toy günlərimiz müəyyənləşmişdi. Və artıq yavaş-yavaş toy üçün hazırlıqlar görülürdü. Demək olar ki, bütün hazırlıqlar tamamlanmışdı. Və Turan Kəlbəcərdə təlimdə idi. Avqust ayından sentyabr ayına qədər o təlimdə oldu. Hər an deyirdim ki, nə vaxt gələcəksən deyə ona sual verirdim. Çünki artıq toyumuz yaxınlaşırdı. İstəyirdim ki, o həyəcanı da, o toy hazırlıqlarının həyəcanını da mənimlə birlikdə yaşasın. Amma yenə deyirəm, hərbiçi idi və mən bunu qəbul eləmişdim ki, o məndən uzaqdadır və artıq bunu qəbul eləmişdim. Bilirdim ki, bundan sonra da bu belə olacaq. Ancaq təəssüf ki, şəhidlik deyə heç vaxt təsəvvür eləməmişdim. Hər zaman mən bunu fikirləşirəm ki, mən onun yoxluğuna heç vaxt təsəvvür eləməmişəm. Hər zaman yanında və arxamda olduğunu düşünmüşəm və bu yenə də belədir. Təəssüf ki, onun sentyabrın 13-ü şəhadətə ucaldı Kəlbəcərdə, öz şirin canını əskərinə qurban elədi. 9 illik sevgimizi, arzularını, xəyallarını, o qədər arzuları, xəyallarla dolu bir insan idi ki, o hamısından vazgeçərək bir əskərinə görə öz canını qurban elədi. Mən düşünürəm ki, o mənim qəhrəmanım, Azərbaycanın bütün dünyanın qəhrəmanıdır. Əlbəttə ki, bütün şəhidlərimiz həmçinin elə. Sentyabrın 15-i şəhid xəbəri gəldi. Yəni, mən ondan, o andan danışmaq istəmirəm. Çünki o anı düşünəndə havalanacaq dərəcəyə çatıram ki, bəzən o anları fikirləşirəm, deyirəm, mən həqiqətən o anı yaşadım. Yəni, mən həqiqətən o günlərdən keçdim. Yəni, Allah nə qədər səbir, dözüm, güc, qüvvə verir və insan onu bilmir. Düzdür, şəhid xanımı adını daşımaq, çiynlərində bu ağır yükü daşımaq çox çətindir. Amma hər yerdə başı dik, hər yerdə şərəfli, mən şəhid xanımıyam deyərək gəzmək, yəni əlbəttə ki, şərəfli və qürurludur.
Mən ona ilk gündən ona bir söz verdim. Torpağını öpərək o sözü verdim. Mən onu hər çıxışımda deyirəm ki, səni hər yerdə tanıdacam. Hansı ki, düzdür, o dönəmlərdə yaşamağı düşünmürdüm. Deyirdim ki, Turan yoxdursa mən bu həyatda olmamalıyam. Onu düşünürdüm. Ancaq onun bir videosunu gördüm. Şəhidlərimizi unutmayın, qazilərimizi unutmayın və döyüşüb əziyyət çəkən oğulları unutmayın deyir. Sanki o video mənim azca da olsa onu yaşatmağıma kömək elədi. Və fikirləşdim ki, mən onu yaşatmalıyam. Nə qədər ömrüm var, nə qədər, yəni Allah bilmirəm nə qədər möhlət verər, nə qədər ömür verər, onu bilə bilmərəm. Amma ki, mən bu ömrümü artıq ona həsr eləmişəm. Düzdür, kənardan sözlər deyən var, yəni hələ cavansam, hələ arzularım var, hələ nə yaşım var, xeyr. Mən artıq bütün gəncliyimi, gənclik də demək olmaz artıq buna, yaşamaq da demək olmaz artıq buna. Mən həmişə əvvəlki həyatımı, bu həyatımı müqayisəyə qoyanda deyirəm ki, mən əvvəl Turanlı günlərində yaşamışam. Mən indi yaşamıram. Hər zaman onu da fikirləşirəm ki, onsuz ölüm haqqdır və gecik tezi var. Bir gün bu dünyadan köçəndə əgər məzar daşının üzərinə 15 sentyabr 2022-ci il tarixi yazılsın. Çünki Turanın o torpağa qoyulduğu gün mən də onunla bu torpağa birlikdə qoyuldum. Sadəcə mənim bu həyatda yaşayan quru bir cismimdir. Ruhum köçüb artıq, Turanla birlikdə o dünyaya köçüb. Və əminəm ki, bu sevgi mən bitdi heç vaxt demirəm. Davam edir. Nə qədər ki, mən varam, bu davam edəcək. Turan sahibi hər kəs tanıyacaq, hər kəs biləcək. Bu sevgini hər kəs tanıyacaq. O qəhrəmanı hər kəs tanıyacaq. Və mən bu sözü ona verərək sözümün üstündə də durmağa çalışıram. Nə qədər taqətim var, nə qədər gücüm var. Hər yerdə hər kəsə bunu tanıdacaq. Bu mənim ona sözümdür. Turanla mənim aramda yəni bir şey var idi ki, Turan həmişə mənə deyirdi ki, sözü verirsən, arxasında duracaqsan səbir. O sözün arxasında durmayacaqsansa, o sözü arxasından yəni çıxarma. Mən də o sözü, yəni anidən verilmiş bir qərar deyil. Mən buna hər bir şeyi göz alaraq bu yola çıxmışam. Gəncliyimi də fəda eləmişəm, yəni canımı da fəda eləyərəm, yenə deyirəm. Bilsəm ki, bu yəni yolun sonunda ölüm var, canımdan keçəcəm, mən yenə vazgeçmərəm, keçməyəcəm. Çünki bu mənim ona olan sözümdür, sevgimdir, sədaqətimdir. Nə qədər ki, mən varam, Turan yaşayacaq. Nə qədər ki, mən varam, bizim sevgimiz yaşayacaq. Və nə qədər ki, mən varam, bu qəhrəman hər yerdə hər kəsə tanınacaq. İndən sonra, yəni artıq arzu xəyalım da yoxdur bu həyatda. Hər şeyi deyirəm ki, Allah necə bilir elə eləyəcək. Artıq arzu belə qurmuram, xəyal belə qurmuram. Çünki mənim bütün arzu və xəyallarımın içərisində Turan vardı. Turan yoxdursa o xəyallar ola bilməz. Yəni Turan əgər olsa, gəlsə o xəyallarım gerçəkləşər. Yəni ona görə indən sonra heç bir xəyal qurmuram, heç bir arzum yoxdur. Tək bir istəyim var Allahdan ki, Allahım bizi o dünyada, bu dünyada yarım qoydu, müvəqqəti yarım yəni. Bu çəkliklərinin əzabını Allah o dünyada mükafatlandırsın və məni Turanımla qovuştursun. Yəni başqa heç bir arzum yoxdur. İnşallah ki də əminəm ki, mən nə qədər ki onun adına belə sadiq qalacam, onun adına layiq şəkildə yaşayacaq, əminəm ki Allahım bizi o dünyada qovuşturacaq. Yəni o əbədi dünya var, mən buna inanıram, Turandan sonra inandım. Cənnətin var olduğuna, yəni onun cənnətin ən gözəl yerində olduğuna inanıram və bilirəm ki, Allahım bizi o dünyada qovuşturacaq. Bu dünyada nə arzularımız yarım qalıbsa, ailə olmaq arzusu ən birinci, mən əminəm ki, Allahım o dünyada bizi tamamlayacaq. Çox sağ olun diqqətiniz üçün, minnətdarım, var olasın. Sağ olun. Sağ olun, təşəkkür edirəm sizə. Qarşınızda bu fədakarlığınızın, mərdliyinizin, sədaqətinizin qarşısında baş əyirəm. Çox sağ olun. Həqiqətən gənclərimiz üçün siz nümunəsiz, örnəksiniz. Gənclərimiz sizdən dərs götürəcək. Yəni sevginin nə olduğunu, sevmək hər adam sevə bilmir. Yəni mən hər dəfə yazılarımda da deyirəm. Sevgi də bir yaramçılıqdır. Sevgi Allahdan gələn bir hissdir. Hər kəsdə olmaz. Yəni bu sevgini də sizə Allah verir. İnşallah, yəni sevgiliniz cənnətdədir. Başını dik tut, yəni sən şəhid diyarı olduğun üçün, şəhid xanımı olduğun üçün fəxr elə. Bu da sənə, Allahın sənə olan mükafatı. Təşəkkür edirəm. Tədbirimizdə qonaqlarımız da var. Yəni xanımlardan, şəhid xanımlardan kim istəyirsə, yəni ürəyində sözü varsa, yəni çəkinməyin. Mən indi sizlərin çoxsunu tanımıram. Yəni burada tədbirdə eşitdim. Kim istəyir?
danışmaq istəyirsiniz? Buyurun, buyurun. Öz sözü təqdim edin. Buyurun, buyurun. Siz zalını Aha. Buyurun. Salamlayıram mən də hər bir kəsi. Mən şəhidimiz Əbdülazizin həyatını yaşayım. Allah rəhmət eləsin. İnşallah. Buyurun. Mən Yunis'də 2004-cü ildə aynı həyatı qurmuşam. Bizim bu evliliğimizdən 3 evladımız dünyaya gəlib, biz 21 il bir yerdə yaşamışıq. Ondan əvvəl şəhid xanımı olmazdan əvvəl mən bir hərbiçi xanım idim. Hərbiçi xanım olmaq bayaq amanətdir dedi ki, hərbiçi xanım olmaq, hərbiçi olmaqdan daha çətindir. Yəni mən o çətinlikləri görmüşəm. Yunis mənə əskər kimi yetişdirdi sanki. Bilirdi ki, hərbiçi olmaq doğrudan da hər anın bir ölüm idi. Hətta Yunis ön cəbhədə xidmət edir. Hər zaman bizdən ayrı olub. Mən tək başıma bu şəhərdə yaşayaraq Zaqatalada 3 evlad böyütmüşəm. Yunis ildə 30 gün evə gəlirdi. Mən bugün bu təkliyi yaşamıram. Mən çox illər əvvəl hərbiçi xanımı olaraq yaşamışam. Bu çətinliyi, bu dik duruşumu. Yəni mən yıxılmadım Yunis şəhid olandan sonra. Çünki mənim elə bir şansım yox idi yıxılmaq kimi. Mən 3 evlad böyüdürdüm. 2 qızım hal-hazırda ali məktəbdə oxuyur. Bir oğlum var, balacadır. 6. sinifdə bitirir. Mən onu demək istəyirəm ki, yəni hər bir şəhid xanımına həqiqətən də bir qəhrəmandır. Hər bir şəhid xanımının həyatı rahat deyil. Yəni biz buna məcbur belə dik dururuq, belə yaşayırıq. Çünki bizim evladlarımız var, bizə sevgilənən, bizə arxalanan, biz onlara həm anayıq, həm atayıq. Mən onu demək istəyirəm ki, Allah bütün şəhid xanımlarına, şəhid diyarlarına səbr versin, dözüm versin, möhkəm olaq, mehriban olaq, bir-birimizə dayaq olaq hər zaman, bir-birimizi başa düşək. Allah bütün şəhid ailələrinə səbr dözüm versin, bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, ruhları şad olsun. Çox sağ olun. Çox sağ olun. Mən hər birinizə təşəkkür edirəm. Hər birinizin qarşısında baş əyirəm, alnınızdan öpürəm, qürur duyuram sizinlə. Burada xanımlarımız var, burada bizim qonaqlarımız var, burada şairələrimiz var. Bizim Əskər Asil Cəmiyyətinin Balakən rayon şöbəsinin sədri var, Nəfsət xanım şairə, o iştirak edir. Güldanə xanım var, yəni Zaqataladan siz yerinizi yaxşı tanıyırsınız. Şəkidən Eyüp müəllim var. Şəhid ailəsidir, siz yanınızdakilər. Şəhid ailəsidir, yəni bunların da yəqin hər birinin ürək sözləri və şəhid ailəsinə mən söz verim, sonra bizim şairələrimizə söz verək. Əskər Hüsayinin anasıyam, ədalətli şey. Danışıb bilmirəm. Nə istəyirsiniz? Sahib xanım kimi şəhid xanımlarına nə sözünüz var? Necə qəbul edirsiniz? Sadiqin anası atasıdır. Siz qəbrinizdə görüşdünüz. O da evliyim. Sadiqin, Sadiq haqqında mən yazmışam. Neçə dəfə onun haqqında, yəni mən mübarizə qalmışam, hərbi prokurorluğa bildirmişəm, sosial şəbəkələrdə paylaşmışam. Mənə şəhidlər xəyalanda getmişik. Çəkiş edirsiniz bəli. Deyirəm ki, mən tanış gəldim. Baxın görüm, baxan dedim, mən bunun haqqında çox yazdım, yəni çox istədim onun haqqında, yəni əlaqədar təşkilatlar söz desinlər, bir cavab versinlər, amma çox təəssüf edirəm ki, hələ ki belədir. Adam mənim əlimdən nə gələr? Mənim əlimdən nə gəldirsə, nə bacardımsa onu elədim, bundan sonra yenə də eləyəcəm. Allah sizə səbr versin. 21 il adam hərbi xidmətdə olub, 21 il hərbi xidmətdə iş başında, yəni rəhmətə gedib,
amma çox təəssüf olsun ki, ona şəhid statusu verilməyib. Mən nə qədər mübarizə apardımsa, əlaqədar təşkilatlara yazdımsa, hələ bu günə qədər cavab verilməyib. Əminəm ki, bundan sonra haqq, ədalət öz yerini tapacaq. Allah sizə səbir versin. Ağlamayın, başınızı dik tutun. Ağlamayın. Eyüp mənim, buyurun sizdən. Buyurun. Nəfsət xanım, buyurun. Değerli tədbir iştirakçıları, mən Nəfisət Vahid, Respublika Əskər Ailesi Cəmiyyətinin Balakən rayon şöbəsinin sədri, eyni zamanda yazıcı hüquqsuz. Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid ailələri, şəhid anaları, şəhid ataları, şəhid qardaş bacıları, şəhid yoldaşları, şəhid evladları, mən sizin hər birinizi uca Allahın salamıyla salamlayıram. Bugün sizlərlə bir yerdə olmaq mənim üçün böyük bir qürur verici bir haldır. Çox sevinirəm ki, sizin kimi qəhrəman bir insanların qəhrəman ailələri ilə bir yerdəyəm. Tədbir çox gözəl bir tədbirdir. Roza xanım rəhbərim olan Roza xanıma da böyük təşəkkürümü bildirirəm. Burada Zaqatala rayon icra hakimiyyəti nümayəndələri, onları da böyük salamdan salamlayıram. Şəhid ailələrinə, şəhid xanımlarına gəldikdə yaşadığım, təmsil etdiyim Balakən rayonunda da şəhid xanımlar vardır. Şəhid xanımlar o qədər qürurludur, o qədər yaxşıdır. Amma pislərindən danışmasam daha yaxşı olar. Bizim bugün toyu olub, səhər şəhid olan şəhidlərimiz var. Bir günün gəlini olan şəhidlərimiz var. Gəlinlik libasını geyə bilməyən şəhid xanımlarımız var. O arzuyla yaşayan xanımlarımız var, qızlarımız var. Əfsuslar olsun ki, o arzuları yarımçıq qaldı. Amma ən böyük qəhrəmanlıq arzuları ilə yaşayırlar bugün onlar. Şəhidlərimiz və onların xanımları haqda çox danışmaq olardı. Mənə söz verilməkdən bir neçə saniyə öncə o şəhid anası, atasını onun haqqında bildi ki, ona şəhid olmasına rağmen şəhidlik statusu verilməyib. Balakən rayonunda da belə bir şəhidimiz var idi. Şəhidimiz şəhid olub 20 ildən sonra artıq 2022-ci ildə ona şəhidlik statusu verildi. Mən əminəm ki, o şəhidimizə də status veriləcək. Artıq bizim şəhidimiz statusu verilməsə də o bizim bir şəhidimizdir. Bizim qəlbimizdə yaşayan şəhidlərimizdir. Şəhidlərimizi biz hər zaman hörmətlə anırıq. Onların haqqında bir yazıcı olaraq deyirəm ki, o qədər çətindir ki, onlar haqqında yazı yazmaq, onlar haqqında nə isə düşünmək çox çətindir. Həm də çox qürur vericidir. Sanıram ki, o qəhrəmanlar haqqında qələmimizi işə salarkən biz özümüz də o qəhrəmanlar qədər özümüzü bir anlıq, o qəhrəmanlıq zirvəsinə qalxmış bir insan kimi hiss edirik. Mən özüm Balakən rayonunun 196 şəhidi ilə bağlı yazılan Sizə bir ömür borçluyam adlı kitabın müəllifiyəm. O kitabı yazarkən mən heç də bir rahatlıq keçirmədim. Çox ürək ağrısı ilə o anları mən yaşadım. Niyə yaşadım? Çünki o şəhidlərin ailələrini birər-birər gəzdiyim zaman şəhidlərimizin döyüş yollarını necə keçdiklərini mən o şəhid ailələri ilə birlikdə getdim, gəzdim, gəldim. Və o şəhidlərimizin qəhrəmanlıqları haqda yazını yazarkən yalnız gözlərimdən yaş axdı bircə o kəlməni dedim ki, İlahi, Azərbaycanın nə qədər qəhrəman, nə qədər qeyrətli oğulları var imiş. Bugün o qəhrəman qeyrətli oğullar sırasında onların yolunu davam etdirən onların xanımları, onların qarşısında yenə baş əyilən, onların adlarını daşıyan qardaş bacılar, onları hər zaman ürəklərində analar, atalar və mən onların qarşılarında həmişə baş əyilən. Qəlbim kövrəldiyi üçün çıxışımı bitirirəm. Təşəkkür ederim. Çox sağ olun, Nəfisət xanım. Təşəkkür edirik. Gülbana xanım, siz də buyurun. Vaxtımız azdır, biraz. Analarım sizləri, burada iştirak edən şəhid analarını, şəhid ailələrini, cavan həyat yoldaşlarını,
Roza xanım sizə təşəkkür edirəm. Gözəl tədbir təşkil edildiyiniz üçün də məni çağırdığınız üçün ki, bunu tanış olduq səhvədən çox xoşuma gəldi. Bizim hamımızın dərdi şəhid dərdidir bu dəqiqə. Hamımız onları xatırlayırıq, hamımız onların ağrılarını, onların dərdlərini hiss edirik. Biz də sizin yanınızdayıq şəhid yoldaşları, şəhid balaları və şəhid anaları olur. Sağ olsun. Həmişə şəhidlərin yanındayıq. Həmişə onların dərdləri bizləndir. Uzun ömür, onların qalanlarına uzun ömür, can sağlığı arzulayıram. Şəhidləri hər an, hər gün xatırlayacaq. Sağ olun. Sağ olun. Ben çok anlıyorum sizde. Mən də bir daha hamı kimi bugünkü tədbirimizin iştirakçılarını salamlayıram. Cəmiyyətimizin üzvləri bugün Turan Məhərrəminin işığına, yığışdığına görə belə bir tədbir təşkil etdiyinə görə cəmiyyətin üzvlərinə də mən öz təşəkkürümü bildirirəm. Burada şəhid xanımları, şəhid valideynləri, şəhid anaları, bacıları əyləşiblər. Bizim hamımızın borcudur şəhidlərimizə diqqətlə yanaşaq, onlara mənəvi dəstək olaq. Bugün bizim şəhid xanımlarımızdan çox gözəl öz fikirlərini bildirdilər. Onlar əlbəttə ki, möhkəm iradəli olmalıdırlar. Onlar başlarını dik tutmalıdırlar. Onlar öz evladlarının, öz həyat hekayələrindən barışmalıdırlar. Eləcə də bugün Turan Məhərrəm günü yarı olan Sahib xanıma nümunə olmalıdırlar. Hamı Azərbaycanda belə bir xanımların olması, belə bir sevgilərin, yaşanan yaraların olması inanılmazdır. Biz onlara belə diqqətlə yanaşmalıyıq. Onların sevgilərini, onların həyat hekayələrini, barışlıqlarına görə mən onların qarşısında bir daha baş əyirəm. Biz şəhidlərimizi bizə kimsə tanıtmamalıdırlar. Bizim içimizdən gəlməlidirlər. Bizimki bugün tədbirli iştirak edən gənclərimiz daha diqqətli olmalıdırlar. Bizdən sonra gələn nəsillər siz daha diqqətli olmalısınız ki, bu gənclərimizin həyat hekayələrini, mən igid cəsur oğullarımızın, qəhrəman şəhid balalarımızın həyat hekayələrini gələcək nəsillər üçün çatdırmaq və sizlərin qəlbinizdə bunları daim yaşatmağa mən bir nəsil nümayəndəsi kimi, böyük nəsil nümayəndəsi kimi mən sizə tövsiyə edirdim. Bugün Turan balamızın həyat hekayəsini dinlədik. Bütün şəhidlərimizin həyat hekayələri bitib tükənməzdir. Onları əsərlərə belə şairlərimizin sözü olmasın. Onlar üçün həyat dastanı, həyat əsəridir. Onları heç arada, heç bir əsərdə yerləşdirmək mümkün deyil. Onları yalnız mənəvi cəhətdən biz iştirakçılar, biz vətəndaşlar, biz bu şəhid ailələri yaşayan dərdə şərik olmaqla onları diqqətlə yanaşmalıyıq. Mən bir daha şəhid ailələri qarşısında, şəhid xanımları, yarları qarşısında, Sahib xanım, sizin, Turan Məhərrəminin valideynləri qarşısında, bütün şəhid ailələri qarşısında baş əyirik. Belə bir xəcalət çəkilir sizin qarşınızda. Mən digərlərini deyə bilmərəm. Həmişə onları görəndə bilmirəm, yer tapmıram. Belə bir ki, nəsə bir iş görmüşük, fikrimi necə qədər ifadə edə bilmirəm. Bizim rayonumuzda mənə gəldi ki, şəhid ailələrinə rayon rəhbərliyi, digər təşkilatlar bacardığı qədər diqqətlə yanaşır. Bizim də vətəndaş olaraq borcumuz onlara mənəvi dəstək olaq. Daim sizin yanınızdayıq, başınızı dik tutun, sizin evladlarınızın, şəhidlərimizin hesabına biz bugün bu zalda otururuq, fikirlərimizi çatdırırıq, bildiririk. Bir daha bütün şəhid balalarına, şəhid ailələrinə, şəhid balalarımıza Allah rəhmət eləsin. Məkanları zaten cənnətdir. Ancaq şəhid xanımlarına, şəhid ailələrinə də dərin üzündə bir daha başsağlıq veririk. Möhkəm olun. Sizin evladlarınız vətən yolunda, bizim yolumuzda şəhid olurlar. Bir daha diqqətinizi görə təşəkkür edirəm. Çox sağ olun, mən təşəkkür edirəm. Bu günləri biz şəhidimiz Turanın və onun yarı
Sait xanımın həyat hikayəsiyle tanış oldum. Sait xanımın sözlərini bayaqdan düşünürəm. Necə ki varam, necə ki ömrüm var, səni tanıtıracam. Sait xanım, mən də sizə söz verirəm. Necə ki biz varıq, bizim təşkilatımız var, bizim qələmimiz var, sizin simanızda bütün şəhər xanımlarını biz də tanıtıracağıq, ictimaiyyətə çatdıracağıq. Buna da mən sizə söz verirəm. Çox sağ olun. Allah sizin köməyiniz olsun, Allah sizə səbir versin. Var olun. Qarşınızda başlayalım. Çox sağ olun, əziz qonaqlar, şəhid ailələri, qazilərimiz, qarşılarındakiləri. Gəldiyiniz üçün təşəkkür ederim. Çox sağ olun. Sağ olun. Allah sizdən razı olsun. Xeyirli işlərdə iştirak edirsiniz. Ben mecburen. Güzel insan.